Gününüz aydın olsun, əziz gözəl Azərbaycan xalqı. Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə başda ölkə başçımız cənab prezident İlham Əliyev və şəhid ailələri olmaqla Azərbaycanlıyam deyən, Azərbaycanın milli dəyərlərini, Azərbaycan xalqını, Azərbaycan dövlətini, milliliyini sevən, qoruyub saxlayan hər bir kəsin bayramı mübarək olsun. Allah Taala ölkəmizə gözəl günlər nəsib eləsin inşallah. Xalqımız, ölkəmiz dünyada gözəl günləri ilə tanınsın inşallah. Böyük inkişaflarla tanınsın inşallah. Baxmayaraq ki, hər il ötən illərə şükür eləyək, keçirdirik. İnşallah ki, bu il ötən illər şükür eləmərik. Əksinə, ötən illəri unudub gözəl günlər yaşayarıq inşallah. Allah Taala bütün ailələrdə xəstələrə şəfa versin. Dünyasını dəyişənlərə ötən ildə, yəni 2025-də dünyasını dəyişən insanlara Allah rəhmət eləsin və onların ailələrinə səbir diləyirəm. Hansı ki, mənim ata tərəf, ana tərəf, hər iki tərəfdə də yəni yaxın əzizimi itirmişəm. Ona görə də bu il qohum əqrabamı təbrik eləyə bilmirəm. Allah o əzizlərimə rəhmət eləsin. Allah bütün o kimin ki evində bu ili bir hansısa bir itki, tələfat olubsa, Allah Taala'dan onlara rəhmət və ailələrinə səbir diləyirəm inşallah. Allah xalqımızı qorusun. Allah bütün xəstələrə şəfa versin. Ailələri xoşbəxt eləsin. Ailə qurmaq istəyənlərə Allah gözəl bir ailə nəsib eləsin inşallah. Ailəsində problem olanlara kömək olsun inşallah. Allah Taala xalqımızı xatadan, baladan qorusun inşallah. Allah xalqımızı, dövlətimizi qorusun. Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Kontaktımda olan, sosial şəbəkədə olan hər bir kəsin bayramı mübarək olsun. Allah xalqımızı, dövlətimizi xoşbəxt və firavan eləsin inşallah. Bayramınız mübarək, gözəl Azərbaycan xalqı. Var olun Azərbaycan xalqı. Əziz həmvətənlər, mən sizi yeni il bayramı və dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ürəkdən təbrik edirəm. Can sağlığı, uğurlar arzulayıram. Bayramınız mübarək olsun.